Şərtdə 3 dənə bərabərlik verilib və bu bərabərliklərə əsasən x, y, z hasilini tapmaq tələb olunur. Bunu həll etmək üçün ilk növbədə birinci və ikincini, daha sonra ikinci və üçüncünü tənliklər sistemi şəklində yazıb həll etmək lazımdır. Bu tənlikləri tərəf-tərəfə toplayaq. Y-lər islah olur. 3x çıx z bərabərdir 8. İndi isə ikinci və üçüncü tənlikləri bu şəkildə yazaq. Bunları da tərəf-tərəfə toplayaq. Y-lər islah olur. Yerdə qalır 3x çıxılsın 2z bərabərdir 7. Daha sonra bu tənliklə bu tənliyi bir yerdə yazaq. 3x çıx z bərabərdir 8 və bunu da tənliklər sistemi şəklində həll edək. Aşağıdakı tənlikdən yuxarıdakı tənliyi çıxaq. 3x-lər islah olur. Mənfi z çıx mənfi 2z olur z. 8 çıx 7 olur 1. İndi x-in qiymətini hesablayaq. 3x bərabərdir 8 üstəgəl z. 3x bərabərdir 8 üstəgəl 1 9. X-in qiyməti olur 3. İndi isə şərtdə verilən birinci bərabərlikdə z-in və x-in qiymətini yerinə qoyaq. 3 üstəgəl y çıxılsın 2 bərabərdir 2. Buradan y-in qiyməti olacaq 1. X, y, z hasilini tapmaq üçün bunları bir-birinə vuraq. 3 vurulsun 1 vurulsun 1. Doğru cavab olur 3.